Mənim də təhsil aldığım Sabirabad rayonunun ən böyük orta məktəblərindən biri. Cavad kənd Teymur Məmmədov adına bir saylı orta məktəbi də bax beləcə tarixə çevirdilər. Məktəb baxımsız vəziyyətə düşdü, illərlə baxılmadı. Nəticədə Cavad kəndinin şagirdləri rayon məktəblərinə üst tutdular. Şagird sayı azaldı və hektarlarla ərazisi olan çox möhtəşəm bir təhsil kompleksi baxımsız vəziyyətdə dağılıb getdi. İndi də kəndimizdə modul tipli bir məktəb tikirlər. İndi o görüntüləri də sizə göstərəcəm. Amma böyük ehtimalla, çünki təcrübə belədir ki, əvvəlcə məktəblərin həyətində modul tipli məktəblər inşa edirlər. Bir neçə ildən sonra əsas binanı, yəni köhnə binanı, daş binaları sökürlər. Daha sonra isə modul məktəblərin özlərini də ləğv edirlər və şagirdləri başqa məktəblərə köçürürlər. Bu o deməkdir ki, bundan sonra Sabirabad rayonunun Cavad kəndindəki Şəhid Teymur Məmmədov adına bir saylı orta məktəb yaxın 1-2 ildən sonra olmayacaq. Layihələndirmə belə olur ki, bu məktəbdə tonlarla dəmir, beton plitələr, mişar daşları var və həmin o mişar daşlarını da satacaqlar. Söküntü adı ilə də əlavə pul ayrılacaq. Ərazi də böyük bir ərazidir, kəndin mərkəzindədir. Bunda ya həyətyanı kimi, ya da ki, əkin sahəsi kimi kimlərəsə satacaq. Və nəticədə Cavad Sabirabadın ən böyük kəndi olan və şəhidləri olan, bu məktəbin tanınmış ölkə üzrə nüfuzlu şəxsləri olan, yeri gəlmişkən bəndəniz, mən də bu məktəbdə təhsil almışam. Həmin bu məktəb artıq olmayacaq. Cavad kəndində bir saylı orta məktəb daha olmayacaq. Baxın, bura bir cənnətdir. Burada 30 illik, 40 illik, bəlkə də 40 ildən də çox yaşıllıqlar var. Gözəl mənzərəsi var. Bu məktəb artıq olmayacaq. Bu məktəbi yaxın il ərzində sökəcəklər.